3 aprel 2025-ci ildir və həftənin cümə axşamı günüdür. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri saxlanılıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət Şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin bir sayılı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkil Sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət işi başlanıb. Əməliyyat istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Əməliyyat axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. İş üzrə toplanmış ilkin sübutlar əsasında isə Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan edilib. Barələrində isə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qəti imkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq isə davam etdirilir, dəyərli izləyicilər.